Salam, hər vaxtınız xeyir, hörmətli dinləyicilər. Bugün 17 oktyabr 2025-ci il tarixdir. Yenə də mən həmişə olduğu kimi İlqar Əliyev öz fikirlərimi çatdırmaq istəyirəm. Bəli, hörmətli məni dinləyənlər, mən bir neçə vaxt idi ara verdim, danışmadım. Təkrar danışmağı özümə borc bilirəm. Və minnətdarlığım var. Minnətdarlıq eləmək istəyirəm. STV kanalının aparıcısı Niyar xanıma, Niyar xanımın kollektivinə, Peyman müəllimə təşəkkür eləmək istəyirəm. Bildirmək istəyirəm ki, təşəkkür edirəm hörmətli Niyar xanım, kollektivi, Peyman müəllim, hamınıza təşəkkür edirəm, minnətdarlıq edirəm. Eləcə də vəkil Gülnar xanıma, sizə də minnətdarlığımı bildirirəm. Bəli, hörmətli izləyicilər, hörmətli dinləyicilər. Mən qeyd etmişəm, yenə də qeyd etmək istəyirəm ki, inanırdınız, inanmırdınız, deyirdiniz, demirdiniz. Bu Aslanov hissə var mı? Bax, bu hissə mənim uşaqlarımın dahisi Aslanov hissə. Bu beyqiriyyətlər, bu beynamuslar, bu yaramazlar, bu nanəcib nadanlar. Bax, bu mənim uşaqlarımın dahisi Aslanov hissə Müzəffəroğlu başda olmaqla. Xəzər Dəniz Gəmiçilik İdarəsinin məmuru Mansurov Tofiq olmaqla. Mehdiyev, Mehdi, Məmmədov, Etibar, Fərzəliyev, Nurəddin, İbrahimov, Hənifə, Aslanov, Baris, Fatma, manyak maşinlik, dəladuz, bir nömrəli manyak maşinlik, rüşvətxor, korrupsioner, 80.000 euro rüşvət alan Fatma. Mənlə də düşmançılıq çəkən Fatma. Və mənim uşaqlarımın anası, bu beyqiriyyətlər, bu beynamuslar, bu yaramazlar, bu murdarlar, bu nanəcif nadanlar, bu oğru quldurlar, dəladuzlar əlbir olublar. Mən İlqarım və iki balalarımın adımıza ölüm axtı çıxardıblar. Ki biz ölmüşük. Mən danışmışam, demişəm. Və mənlə mənim balalarımın adımıza ruhi psixi xəstəlik kağızları çıxardıblar. Biz ruhi psixi xəstəyik. Yaxşı, biz ölmüşük, ölüm kimi, ölüm kağızımızı verin. Bənətər ölümün adına təzə ruhi psixi xəstəlik kağızı çıxardılar. Ay dəladuz manyaklar, maşinliklər, adlarını çəkdiklərim, şəkillərini göstərdiyim. Bu mənim Azərbaycan Respublikasının baş prokuroru. Bu baş prokuror yazır, təsdiqləyir ki, mən Əliyev İlqar İsmailoğlu'nun Rusiya Federasiyasının Ulyanov şəhərindəki şəxsi mənzilim xəbərim olmadan Bakı şəhərinə dəyişdirilir. Və hal-hazırda mənim Bakı şəhərindəki mənzilimdə də Mansurovlar ailəsi yaşayır. Ay beyqiriyyət, beynamuslar. O şəkillərini göstərdiyim, göstərə bilmədiyim nanəcif nadanlar, namuslarını hərraca qoğanlar. Siz Mansurovun əvəzindən niyə danışırsınız? Sizin maddi marağınız nədir ki, ay Fatma? Ay Fatma, ay 80.000 euro alıb. Səni Fatma, səni mən dincəldəcəm. Fatma, səni də, bu da uşaqlarımın dahisidir. Aslanov Baris, bələdiyyə, kəndin bələdiyyəsi, Hənifə, bunlar Etibar. Bu dəladuz manyak bunlar. Bana bacılarının qız gəlinlərinin, buna bax, bu Nurcaniyan köpəyi oğlu, ermənidən əmələlən köpəyi oğlu. Əsl erməni budur, bax. Paşinyan erməni deyil, Paşinyan Azərbaycanlının evladıdır. Bu erməninin əkibdə olduğu Nurcaniyan Nurəddin. Bu gədə-qədəcə, qandon, tryapka, petuq, Mehdi. Bunlar hamısı, indi deməyim sözümüz odur ki, bəli, bunlar niyə gəlmədiniz, qaçdınız, getdiniz ananızın, bacınızın, qız gəlinlərinizin, arvadlarınızın tumanı turşuq altında gizləndiniz? Niyə? Niyə üzə çıxmadınız? Niyar Fərhad çağırdı, çəkilişə gəldi. Niyar Fərhad'a indi Niyar açıb danışır ki, o vədədə, indi də. Siz beyqiriyyət, beynamuslar, namuslarını hərraca qoğanlar eşidin, ay cahamatlar. Ay gədə tryapka Ənvər. Ay gədəcə, anə şəxor narkoman Ənvər.
Neşədən çəkirsən, hallısan. Səni də dincələcəm, darıxma ömür. Eləcə də bunlar hamısı zada buna bax, uşaqlarımın dayısıdır. Sənin kimi dayının qeyrətini el tüpürsün. El tüpürsün, ay ölürsən ma beygir yat. AKKP. Sənin anan arvadını, qızlarını, arvadını mələr qoyacam darımı. Sən deyirsən ki, niyə buradan hamısı təzik deyirlər ki, niyə sən bu işdən əl çək, başın ağrıyacaq. Niyə pet tuxular? Niyə beygir beyin namuslar? Niyə bacılarının, analarının, qızlarının, gəlinlərinin, arvadlarının namusunu hərraca qoyanlar, beygirətlər. İndi harda qaçıb gedib, kimin tumanın turşuqanın altında gizlənirsiniz? Bey sərrir. Sizin qeyrətinizə. Sizi hələ indi mən başqa yerdəyim. Sizin haqqınızda əvvəlki kimi tanışım. Ölün, aysə öl. Beygirət, arvadının, qızının namusunu hərraca qoyan. Sən deyirsən ki, başın ağrıyacaq. Niyə petuq? Bu sənin bacındır mı? Sənin bacındır mı? Beygirət beyin namusu. Bacığınla bacığın balalarına gün ağrırsan, önü əlindən alsan, başı kimi evdə. Hani bacığın kətdəki evini, bacığın kətdəki evi, bax, kətdəki evi niyə bağlıdır? Ay beygirətlər, beynamuslar. Niyə? Ölün beygirətlər, beynamuslar. Şərəfsizlər, sizdə şərəf yox, siz triapkasınız. Bilsəniz az triapka. Arvad kişi qasıqlarını silirik, o triapkalardasınız, o cındalardansınız. Beynamuslar. Aysə sən də, bax bu isə. Aysə, mənim uşaqlarımın danışı, sən də. Ameyt, sən də. Andurədin, sən də. Gəlinə cinsələqədə olan köpək oğlu. Beysər köpək oğlu. Sənin arvadını, qızlarını, gəlinlərinlə, sən qızlarınla, gəlinlərinlə cinsələqədə olan köpək olsan. Sən deyirsən ki, niyə başın ağrı çəkiləcək bu, çəkil bu verilişdən başın ağrı. Köpək oğlu erməni, köpək oğlu ermənidən əmələlən köpək oğlu. Sənin arvadın var, əmli arvadın. Onsuz da demişəm, mələdəcəm. Sən köpək oğlu, sən köpək oğlu. Sən paşikin nəvəsi köpək oğlu etibar. Sənin lisnə arvadın, ananı, bacını, qızını dincəldəcəklər. Niyə vermirsən ay mənə bir arayış? Sən deyirsən ki, sən bu kağızı niyə doldurub vermirsən? Qandon köpək oğlu. Mənlə mənim etibar. Sənin lisnə arvadını, qızını, ananı, bacını mələr qoyacam. Qoyduracam hökumətin əlini. Köpək oğlu, göt köpək oğlu, qandon köpək oğlu. Bu kağızı doldur. Mənim balalarımın adına kətdə ev var, yaz ki var. Mən səndən eşlət istəmirəm, petuq köpək oğlu. Yoxdur da, yaz ki yoxdur. Sənin lisnə arvadını etibar. Sənin lisnə ananı, bacını oturub siyənlərini dincəldəcəm, qandon köpək oğlu. Eləcə də bu Paris, Aslanov Paris mənim uşaqlarımın dayısı. Sən bilirsən, sən arvad kimi özünüz hərraca qoysan, satdırsan. Arvadını, qızını, gəlinini hərraca qoysan köpək oğlu. Bu Hənifə doyşan dodaq köpək oğlu. Qızlarının namusunu, arvadının namusunu, bax, hərraca qoysunuz hamınız. Siz elə bilirsiniz, sizdən mən əl çəkəcəm. Bu şalava Fatma, şuluyuxa bandırışa Fatma, darıxma. Fatma, səni mələdəcəm. Səni elə mələdəcəm, sən özünə yaman güvənirsən. Sən də göçəlisən, mən də göçəliyim. Sən özünü savadçısaysan, mən də bəli çobanam. Mən çoban olaraq səni bax görəcəkmi ki, bugünkü günü səni mələdirəm. Gördün mü, dalında da durmuşam, dururam, sobuza da yetirəcəm. Mələdəcəm isə, sən deyirsən ki, mənə mən arvad alıb boşamışam. Əcəb eləmişim. 9999 dənə arvad alıb boşamışam. Səni alıb boşamışam Fatma. Sənin bacılarını alıb boşamışam. Sənin xalan qızlarını, dayın qızlarını, maman qızlarını, qohumlarını alıb boşamışam. Yaxşı eləmişim. Və sən gündə neçəsinə ərə gedib çıxsan Fatma? Nəysə, deməyə sözüm çoxdur. Deyəcəm də çatdıracağım da. Xəzər TV kanalında Fatma. Maşenlik, manyak, təladüz Fatma. Zat Şəfiqə xanım vəkil sənin cavabını orada verir, sən orada çıxıb deyirsən ki, ər axtarırsan. Və sən niyə ər axtarırsan? Sən gündə neçəsindən ərə gedib çıxırsan. Aşağıla başı yuxa bandırışa. Darıxma. Hələlik bu qədər. Sonra da yenə danışacağım. Mən də bağışlasın, dinləyicilərdən üzr istəyirəm. Özümdən asılı deyil. Bu beygiriyyətli, bu beynamuslar zada deyirlər ki, aparıcı deyirlər ki, sənin başın ağrıyacaq, sən bu işdən əl çək. Görək kimin başı ağrıyacaq, kimlərin anasını, arvadını, qız gəlini dincəldəcək. Sağ olsun.